Salam, xəbərin brendi günün trendi efirdədir. Nərimanov rayonunda Baksol yolunda baş verən məlum faciədən sonra diqqətlər, belə deyək, yollara yönəlib. 28 may metrosu ətrafında kanalizasiya qapağının düz yaxınlığında yaranmış çökəklik. Məlum faciədən sonra şəhərdə yaranmış çökəkliklərlə bağlı sakinlər həm bizim qaynar xəttimizə videolar göndərir, həm də sosial şəbəkə hesablarında paylaşım edirlər. Daha bir ciddi təhlükə Mərdəkan istiqamətində Zaqulba yolunda da çökmüş bir yoldan söhbət gedir. Gəncə şəhərində Firdovsi küçəsində də eyni problem var. Kanalizasiya quyusunun ağzının açıq qalmasından şikayət edirlər və videoya çəkib qaynar xəttimizə göndəriblər. Hörmətli izləyicilər, bax Gəncə şəhəri Firdovsi küçəsində belə bir kanalizasiya lüku var, amma lükun qapağını qoymayıblar. Bax gəlib bura lük qoyulmalıdır. Bax içi də sudur, dərinliyi də çoxdur. Bax içi sudur, görürsünüz. 051 583 24 08 qaynar xəttimizə sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı yaza və video göndərə bilərsiniz. Sabirabad rayonunun Yenikənd kəndindən bir sakin bizə video göndərib. Ölkəmizdə geniş miqyasda həyata keçirilən yaşayış məntəqələrinin qazlaşdırılması layihəsinin Yenikənddə də icra olunmasını arzuluyurlar. Baxın, bu küçələrdir, heç birində qaz yoxdur. Hal-hazırda 18 dənə yaşayışlı ev var. Heç birində qazı yoxdur. 4-5 dənə də yeni tikili var. Yəni ki, tikib tezliklə öz evinə köçəcəklər. Heç birində qazı yoxdur. Hamı da odundan istifadə edir. Odun peçindən. Gəncədən bir daimi tamaşaçımız həyətyanı sahələrində uşaqların əylənməsi üçün şəraitin olmadığını deyir. Daha doğrusu həyət də var, həyətlərində şərait də. Amma çox köhnə, o qədər köhnə ki, uşaqlar bu şəraitdən istifadə edə bilmir. Gəncə şəhəri Aydınbəyov və Qurtuluş küçəsinə gəlmişəm. Bax bu ərazidə demək olar 7 dənə bina var. Hər binada 50 ailə yaşayır. Burada uşaqlar üçün demək olar ki, hardasa bir 10-15 il bundan qabaq uşaqlar üçün əyləncə meydançası qurulubdur və uşaqlar üçün idman qrupları qurulub. Amma bunlar çox bərbad gündədir. Hardasa bir 15 ildir bura əl gəzdirilmir. Bax hal-hazırda rəsmi olaraq mən müraciətimi eləyəcəm. Xahiş eləyib burada uşaqlar üçün idman qruplarını yeniləsinlər. Bax bu uşaqlar üçün futbol meydançasını yeniləsinlər. Yardımlı rayonu Mirilimli kəndinin sakini də bizə video göndərib. Həyətyanı sahəsində işıq xəttinin təhlükəli vəziyyətdə olduğunu deyir. Gəlin dinləyək. Mən Əkbərov İqamət Əsətoğlu, Yardım rayon Mirilimli kəndində yaşayıram. Gördüyünüz bu işıq xətti mənim həyatıma gedir. Bu işıq xəttinə də heç kim baxmır. Dəfələrlə müraciət eləmişəm, müraciətim kənarda qalıb. Gördüyünüz bu üsul bəyəri aşarsa, burada insan tələfat olacaq. Xahiş edirəm, bizə dəstək olun, bizə kömək eləyin. Abşeron rayonunun Dicah qəsəbəsində təhlükə yaradan işıq dirəyi ilə bağlı sakinlərin narahatlığı davam edir. Video görüntülərdə Xətai küçəsində yerləşən elektrik xətlərinin qoşulduğu və əyilmiş vəziyyətdə olan dirəklərin təhlükəli vəziyyətdə olduğu aydın görünür. Məsələ ilə bağlı yerli sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini bildirirlər. Sizi bu Abşeron Dicah qəsəb Xətai küçəsindən narahat edir. Bu bir işıq stolbasıdır Xətai küçəsində. 2022-dən bəri bir dənə bu stolbanın orada insanların necə köç etdiyini baxırsınız. Bura heç bir ucqar dağ kəndindədir. Bura Abşeron rayonundur, Dicah kəndidir, qəsəbəsi. Şəhərlə cəmi 13 kilometr məsafədədir. Bax, bu vəziyyətdədir. Gədəbəy rayon sakini Arif Bayramov bizə müraciət edərək bildirir ki, Arabaçı kəndində oğlu üçün tikdirdiyi evin qanunsuz olması ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Belə ki, həmin videoda çay kənarında 4 mərtəbəli evin qanunsuz olduğu iddia edilirdi. Evin çaydan 50-60 metr kənarda tikildiyini deyən Arif Bayramov isə tikintinin aparılması üçün zəruri olan bütün sənədləri göstərir və əmin edir ki, heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Mən Bayramov Salıboğlu. Gördüyünüz bu binanı 2021-ci ildə köhnə başçının sərəncamı ilə, bu da həmin sərəncam, bu daşımaz əmlakın verdiyi çıxarış, bu isə layihə smeta sənədləridir.
tam qanuni şəkildə inşa eləmişəm. Mənim 5 oğlum var. Bütün oğlanlarımın burada öz payı var, öz evi var. Mən də istəmişəm hamısı bir yerdə yaşasın. Və sosial şəbəkədə deyirlər ki, çay yatağına yaxındır. Çay yatağına bunun arası 60-70 metr məsafə var. Əgər çay yatağına yaxın olsaydı buna səbəb verməzdilər. Demək bunun qanunu fövqəladə hallardan, bütün instansiyalardan layihə smeta xəritəsinin bütün hamısı təsdiq olunmuş. Budur, xəritə də göstərilir. Təsdiq olunmuşdur. Və göstərirlər ki, güya bu qeyri-qanuni tikilib. Mən tam məsuliyyətlə deyirəm ki, mənim binam qanuni tikilib, heç bir qeyri-qanunluğa yol verilməyib. Bakıda Asparking ərazisində qanunsuz parking pulu tələb edən şəxs kameraya düşüb. Patrulazın təqdim etdiyi video görüntüdə paytaxtın Nərimanov rayonu Ağa Neymətullah küçəsində baş verən qanunsuzluq əks olunub. Hadisə keçən bazar günü qeydə alınıb. Deməli, bura Ağa Neymətullah Nərimanov ərazisidir, metronun yanı. Bayaqdan yolun sağında, solunda qeyri-qanuni, həftənin bazar gündür, qeyri-qanuni parklanmadan pul yığmağa çalışan vətəndaşdır. Asparking işçiləri nə qədər olsa kənarlaşdırsalar da xeyir eləmir. Öz başına yine fəaliyyətini göstərir. Uzaqlaşdırırlar gəlir, maşınları narahat edir. Gələn gedən istirahət edən vətəndaşlar, parkovka eləyən vətəndaşları narahat edir. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının həyətində piyadalar üçün nəzərdə tutulan yolda avtomobilin qanunsuz park edilməsi ictimai narazılığa səbəb olub. Bura Elmlər Akademiyasının həyətidir. Bura piyada yoldur, gəzilən yoldur. Hər tərəf maşındır. Bu hər tərəfin maşın olmağı cəhənnəm. Gətirib bir sürücüdür. CH 588. Hər gün burada saxlayır. 70 min dəfə deyilib, xanıma təsiri yoxdur. Böyük ehtimalla sürücü xanım da görmüşəm, bir neçə dəfə demişik. Amma təsiri yoxdur, akademiyada işləyir. Bakıkart terminalında qəpik qəbul olunmaması və QR kod tələbi sərnişinlərin narazılığına səbəb olur. Bildirirlər ki, bəzən kartlarını doldura bilmirlər. Elə görün baxılacaq. TikTok-a qoyulan müharibə qoy. Bax gəlin. Bax kartı qoyuram, bax gəlin. Bax qoydum kartı. Yazır ki, bu qəpik qəbul, ancaq qəpik qəbul olacaq. Qəpiyi də basıram, qəpik yerdə bağlıdır. Azadlıq prospektidir. Yəni belə bir vəziyyət var. İnsanlar pul vura bilmir qəpi kartlarına. Və çox yerdə belədir. Azərbaycanlı gənc Şahin İmaməliyev Türkiyədə yayımlanan məşhur Yetenek Sizsiniz istedad müsabiqəsində uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Yarışmada səsləndirdiyi mahnı ilə münsiflər heyətinin 4 üzvündən də bəyənmə alaraq ikinci mərhələyə vəsiqə qazanıb. Sevemez misin? Aşkı bağlayamaz mı? Gönlümün maksesine. Gözəl Laçınımızdan bizə görüntü göndəriblər. Ağbulaq kəndinin bu yay günlərində necə füsunkar görünməsini əks etdirən videonu izləyək. Artalım göylərində uçum mən, duman olub torpağında sürürlər, yağış olub düzlərlə çilərlər, yaxıb yandıran Laçınım mənim. Sizə sizdən danışırıq, sizə sizi göstəririk. Odur ki, 051 583 2408 qaynar xəttimizə sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı video görüntüləri məhz bizim qaynar xəttimizə göndərin. Biz də bütün Azərbaycana həmin video görüntüləri göstərək, təqdim edək. Hörmətli tamaşaçılar, bugünlük bu qədər. Yenidən görüşərik, vədimizə sadiq olaq.